başlayaraq şadlıq mövzusudur. Şadlıq, sevinç haqqında danışırdıq. Dindarların dindən uzaq olan adamlara, dindən uzaq olanların da dindarlara olan səhv münasibətinin qaynağı bu məsələni düz başa düşməməkdədir. Çox insanlarda belə bir təsəvvür yaranıb ki, dindar insan şadlıqdan məhrum adamdır. Dinsiz insan şad, xürrəm olan insandır. Mən yenə də deyirəm, məqsədli deyil, amma ikinci xütbə qəribədir ki, birinci ilə uyğunlaşdı. Yəni, bir-birini tamamlayır. Bu, mənim məqsədli şəkildə mövzu seçimimin nəticəsi deyil. Nəfslə mübarizə gəlib, ləzzətpərəstliyə çatıb, şadlıq və sevinç mövzusu da ki, əsasən bizim Fitr bayramında danışdığımızdan sonra bir neçə insanın müraciəti əsasında bu fikrə düşdü ki, bu barədə danışaq və elə hesab edirik ki, mühüm mövzulardan biridir. Çox insanlar var, dinə gəlmək istəyir valla. Çox insanlar. İnsanlar xəstə deyil ki, hamısı. Qorxur gəlməyə. Niyə qorxur? Deyir ki, bunlar şad yaşamır. Şadlıq yoxdur. Axı, insan şad olmaq istəyir. Və çox dindarlar da dinsizlərə səhv münasibəti nədədir? Deyir, onlar kefdədir. Buradadır, amma ora həsrətlə baxır. Bu, şadlıq mövzusuna səhv yanaşmanın nəticəsidir. Dindar elə bilir, dinsiz şaddır. Dinsiz elə bilir, dindar qəmlidir. Bunun nəticəsində hər şey dəyər bir-birinə. Çoxu belə başa düşür və haqqı da var. Yəni, biz bu haqqı vermiş insanlara ki, dində şadlıq yoxdur. Dindar şad olmamalıdır. Din şadlığa müxalifdir. Eyni məntiq necə ləzzətə aid idi. Nədən danışsaz, mən bu fikri təkrar edəcəm. Hansı fikri? Burada da gərək müəyyən eləyək, hansı şadlıq? Bax, qarışdıran məsələni budur. Din ləzzətə müxalifdir, xeyr, din ləzzət tərəfdarıdır. Hansı ləzzət? Din şadlığa müxalifdir, xeyr, din şadlığın tərəfdarıdır. Hansı şadlıq? Qarışdıran məsələnin nədir? Ünvan. Ünvan. Din şadlığa tərəfdardır. Din səthi şadlıqlara müxalifdir. Ki o səthi şadlığın üzü şadlıqdır, içi qəmdir valla. Vallah bir niyə bu qədər deyirəm? Çünki inanmırlar. İnanmırsınız mənə. O qədər yüz illər boyu bizim beynimizdə stereotiplər formalaşıb ki, indi danışmaq çətindir. Deyirlər, bu nə danışır? Din şadlıqdır. Qəbul eləmək istəmir insanlar. Zahiri şadlıq var. Görürsən ki, deyir, yeyir, içir, oynayır, qışqırır, səsi 100 metrədən qulağına gəlir. Gir onun ürəyinə bax, gör necə qəm var onun ürəyində. O fəsad məclisindən çıxan insanların mənəvi halına bax. Onlar sevinç içindədir. Qətiyyən belə deyil. Qətiyyən belə deyil. Onun varlığı qəmə qərq olub. Qəmə qərq olub. Ondan da pisi budur ki, başa düşmür qəmə qərq olub. Bir niskil var onun ürəyində. Din şadlıqla da mübarizə aparırsa, şadlığın xeyrinə mübarizə aparır. Deyir, bu şadlıq deyil, bundan imtina ilə ürəyin şadlıq istəyir. Bu, ürəyini şad eləyə bilməyəcək. Bu, sənin əzalarını şad eləyəcək. 5 dəqiqə, 10 dəqiqə hissi şadlığa qapılacaqsan, sonra bir qəm çökəcək. Görmürsünüz, adam saatla oturub deyib güləndə, cavanlıqda olur da, sonra bir cür qanı qaralır. Təcrübə edin, 1 saat dayanmadan deyin gülün, izafi, səthi sözlər, mənasız sözlərlə. Sonra görsən ki, ürək qəmlənməyə başlayır. Təsəvvür kökündən dəyişməlidir. Bizim bir çox təsəvvürlərimiz kökündən dəyişməlidir. Şadlıq haqqında da. Din şadlığın mənbəyidir. Din şadlığın tərəfdarı desə, dinə zülm eləmiş.
Din şadlığın tərəfdarı yox. Din şadlığın yeganə mənbəyidir. Başqa yerdə şadlıq yoxdur. Din mənəviyyatın, üzr istəyirəm, şadlıq mənəviyyatın, imanın nəbzidir. Keçən dəfə dedim. Bundan artıq nə söz deyim şadlıq üçün? Şadlıq, sevinç imanın güzgüsüdür, nəbzidir. İman nə qədərdir? Nə qədər şaddır o qədər. Bundan artıq şadlığın xeyrindən nə danışmaq olar? Bir insan nə qədər sevinclidirsə bir o qədər imanlıdır. Nə qədər sevinclidirsə bir o qədər mənəviyyatlıdır. Biz din haqqında təsəvvürlərimizi kökündən dəyişməliyik, dağıtmalıyıq. Mömin deyəndə ilk növbədə şad, xürrəm, enerji ilə dolu, yüksək əhval-ruhiyyədə olan insan gözümüzün önündə canlanmalıdır. Belə deyilsə biz dindar deyilik. Biz nə bilim nədir, nə yolun yolçuyuq, adını din qoymuşuq. Adını din qoymuşuq. Bəlkə buna görədir, bu hədislər deyir ki, müminin qəmi ürəyindədir, sevinci üzündə. Buşruhu fi vecihihi və huznuhu fi qəlbi. Bu təsəvvürü dağıtmaq üçün deyir ki, hətta mənəvi qəm. Mənəvi qəm nədir? Münacat qəmi. Əslində biz dedik, axı, bu ruhun bayramıdır. Elə bir insan ki, gecə Allahın eşqi ilə ağlayır, Allahdan ayrılığına ağlayır. Səncə o bədbin adamdır. Onun səhər əhval-ruhiyyəsinə bax. Qəmi də sevincdir, mənəvi qəm olarsa. Amma deyir, hətta bu mənəvi qəmin də əlaməti üzündə olmasın. Çünki təsəvvür səhv yarana bilər dindar haqqında. Bu mənəvi qəm ki, elə eyni sevincdir, onu üzündə təzahür elətdirmə. O qəmdən qaynaqlanan təbəssüm olsun üzündə. Sevinc olsun üzündə. Münacatı xəlvətə saxla. Mən o gün bir alimin həyatından oxurdum. Qəribə adamlar olub da. Adam təəccüblənir. İşa namazını qılıb gedirmiş səcdəyə, sübh azanında səcdədən dururmuş. Adı adamın bacardığı bir hal deyil. Deyir, bu bir gün İmam Hüseynin hərəmində bunu elədi. Səcdədə göz yaşı tökürmüş, ağlayırmış. Deyir, İmam Hüseyin əleyhissalamın özü mənə dedi ki, bunu belə cəmaatın içində belə eləmə. Gedirsən, halım var, münacat eləməyə, nə eləməyə, o evində olsun. Ümumiyyətlə, duaları cəmlə oxuyub ağlamaq istisna yerlərdə bəyənilən bir şeydir. Əzadarlığı istisna edirəm. Əzadarlıq məvəddətdir, məvəddət gərək izhar olunsun. Amma münacat, sənin ürəyində eşq var, bu eşq səni ağladır, deyir, onu özündən xəlvət və saxla. Çünki cəmaatın din haqqında, dindar haqqında təsəvvürünü bir-birinə vurursan. Bu qəm pis qəm deyil, bu qəm sevincin mənbəyidir. Amma hətta bu müsbət qəmin də üzündə təzahür olmasın. Üzün gülsün həmişə. Üzündə sevinc əlaməti olsun. Din şadlığın mənbəyidir. Kimin şadlığı azdırsa, mən baxıram sizin üzünüzə. Düzdür, mən zahirlə qəzavət eləyə bilmərəm, bu zarafat kimi dedim. Amma doğrudan da qəlbimin vəziyyətinə bax. Şadlığın azdırsa dinin zəifdir. Ona görə xahiş edirəm, hamınız güləs üzümdür, təbəssüm eləyəsiniz. Yalandan da olsa. Çünki o üzdə olan hissəsi iman necə təzahür olunur? İman içəri aiddir də, üzdə necə görünür? Üzdə belə görünür ki, insanın üzündə təbəssüm yaradır. İmanın üzdə olan görüntüsü budur. Amma nə üçünsə mən hamınızın üzünü görürəm, belə baxırsanız mənə. Bilmirəm ki, nədir bu, nə xəstəlikdir bizi. Hamınız deyəndə şərti deyirəm, əlbəttə, bəzilərimiz. Dinin insan simasında ilk əlaməti odur ki, insanın üzü şaddır. Görürsən ki, bu şaddır. Deməli, bu imanı kamil adamdır. Din şadlığın mənbəyidir. Cəmaat hardan görsün ki, bu dindardır? Birinci əlamət, baxsın, əhval-ruhiyyəsi yaxşıdır. Bu şaddırsa, deməli, imanlıdır, dindar adamdır. Çox hədislər var ki, təbəssüm, müminin əlaməti, dodağı həmişə təbəssüm halındadır. Şadlıq içərdə o qədərdir ki, üzünə sirayət edir, gizlədə bilmir.
üzünə gəlir çıxır. Paltar haqqında nə qədər hədislər var. Hamısı bu şadlığın ifadəsidir. Axı insanın geyimi, məsələn bir insan qəmə qərq olubsa görürsən ki, paltarından, üzünün vəziyyətindən bilinir. Deyir, ağ paltar geyinin. Ağ paltar şadlıq əlamətidir. Ağ paltar. Açıq rəngdə paltarlar geyinin. Əza məclisləri istisna, adi vaxtlarda, hər vaxt. Məkruhdur qara paltarda namaz qılmaq. Qara köynəkdə namaz qılmaq. Ətir vurmaq bu qədər təkid olunub. Keçən dəfə dedim, cümə günüdür. Ətir vur. Deyir ki, ətir hər zaman vur. Amma cümə günü üçün borcla da olsa ged ətir al vur. Borc almaq yaxşı iş deyil, hər şeyə görə geyib borc alasan. Amma ətir vurmaq bu qədər mühümdür ki, cümə günü pulun yoxdursa ətir vurmağa borca da girsən yeri var ki, borcla ətir alasan, özə keyfiyyətli ətir, yaxşı ətir. İsraf yoxdur bu məsələdə. Din ətir adında elə şeylər satırlar ki, adam iyindən yaxın dura bilmir. Hələ gəlib sənin əlvə də sürtür, güya ki, qardaş, xahiş edirəm bunu mənim əlimə sürtmə. Cəmaatın halı qarışır o ətirlərdən. Ətir keyfiyyətli, qəşəng insanlara xoş əhval-ruhiyyə bəxş eləyən ətir özü şadlığın ifadəsidir. Baxırsan ki, bu insan şaddır. Birinin əzizi öləndə ətir vurmur. Ətiri toyda vururlar. Deyir, hər gün ətir vur, xüsusən cümə günləri. Ətir vurmaq çox müstəhəbdir, çox bəyənilən bir əməldir. Müminin daimi halı sevinç halıdır. Və bu halı qorumağa çalışaq. Əgər varsa, qoruyaq və artıraq. Özümüzü bunun əsasında haqq hesaba çəkək. Niyə qəmlisən? Adam özünün necə nəbzini, hər gün özündən soruşur ki, bu qəm nədir? İnanın ki, o qəmləri yoxlasınız, görərsiniz altından bir üstünə çirkin xasiyyətlər çıxacaq. Bu qəmləri araşdırın hərdən. Bax, niyə qəmlisən? Baxacaqsın, görürsən, dünya məhəbbətidir səni qəmləndirən. Böyük bir xəstəlik gizlənib bu qəmin içində. Sənin xəbərin yoxdur. Niyə qəmlisən? Səhər gördüm, qonşun bahalı maşında getdi. Sənin ürəyində həsəd var, həsəddir səni qəmləndirən. Gördüm, filan kəsə hörmət elədilər, mənə yox. Bu qəmlərdir. Özümüzü sorğu-suala çəkək, nəyin əsasında? Qəm və sevinc əsasında. Bəs Allahdan ayrılıq dərdi necə? Dedi, o Allahdan ayrılıq dərdi kefdir, onun adını qəm qoyublar. Onun arası qəmdir. Onun adını qəm qoyublar. Sən onu sevinç tərcümə elə. Allahdan ayrılıq qəm açandan qəm oldu. Allahdan ayrılıq qəmi həyatın hər saniyəsinə gözəllik bəxş eləyir, sevinç bəxş eləyir, yaşamağa səni sövq elətdirir. Adını qəm qəbul elə, o qəm deyil, o sevincdir, sevincin özüdür. O bir əzəmətli görüşə hazırlıqdır. Görüşə hazırlaşan adam qəmli olur. Qəmi bundan ki, tez gəlsin. Saniyələri sayır. Görüşə gedən cavan oğlanları görmüşsünüz, güzgünün qabağında hazırlaşır. O qəmlidir. Onu saniyələr ayırır məşuqundan. Qəm deyəndə bunu nəzərdə tutublar. Bunun zahiri göz yaşıdır, qəm göz yaşı deyirlər, bu sevinç göz yaşıdır əslində. Görmürsən belə adam bədbin olsun, Əleyhisselamı bədbin görüblər, ah çəksin desin, bu nə yaşayışdır. Əleyhisselam belə idi. Əleyhisselam güc mənbəyidir, qüdrət mənbəyidir, sevinç mənbəyidir, Peyğəmbər özü. Deyik, qəmimiz çox olanda gəlirdi Peyğəmbərin yanına. Qəmlərimiz dağılırdı, sevinc ötürürdü bizə, ürəyimiz fərəhlə, şadlıqla dolurdu. Amma təəssüf əksi olub indi. Uğursuz adamlar, bəxtsiz adamlar, heç nə bacarmayan adamların bir hissəsi gəlib dolub dinin içinə, dindar olub. Deyir da cəhənnəm, yaşamağı bacarmadım, eyb yox, dindar olun. Da başqa iş, əlimdən heç nə gəlmir axı. Əlimdən heç nə gəlmir, gedim ki, namaz qılım. Gəlir o bütün bədliyini, qəmini də din vasitəsilə üzə çıxartmağa başlayır. Cəmaatda da din haqda səhv təsəvvür formalaşdırır. Din yaşamağı bacaranların dinidir. Bu din İslam. İslamı qəbul edənlər yaşamağı ən yaxşı bacaran adamlar olmalıdır ki, oturub hesablayıb yaşayışın qaydalarını elə dəqiq bilir ki, görür ki, bundan başqa düz yaşamağın yolu yoxdur. O qədər şadlığa aşıq idi, enerjili adamdır, o qədər pozitiv insandır. Bu pozitivliyin mənbəyini ağılla hesabını görüb dindir, gəlib dindar olub. Dindarın məntiqi budur. Yoxsa qəmli adamlar hər şeydən bezmiş gəlib, deyirlər ki, namaz qılaq görək orada nə olacaq da burada bəxtimiz gətirmədi.
Bu düşüncə ilə ona görə hamıya acıqlıdır. Bir də şad olanda deyir, əstəğfurullah məsələn. Şadlığı sən insanlara ötürməlisən. Cəmaət şadlığı səndən almalıdır. Ona görə də inanın ki, mən strateji əhəmiyyətli mövzu haqqında danışıram. Dini mövzuların içində prioritet mövzulardan birindən danışıram. Yoxsa işim gücüm qutarmayıb mənim burada. Bu vacib mövzulardır. Olduqca vacib və bugün dünyada gündəmdə olan mövzulardır. Dünyada. Bundan başqa bizim nicat yolumuz yoxdur ki, bunları başa düşək. Yoxsa mən elə belə keyfdən bunu danışmıram. 100 mövzudan biri də şadlıq olsun məsələn. Xeyr. Başlıca mövzuları seçməyə çalışırıq ki, bunlar çox əhəmiyyətli mövzulardır. Elə bir həddə çatmalıyıq ki, dindar deyəndə şad insan gözümüzün önündə canlanmalıdır.